Kəsirlər, adi kəsirlər, düzgün kəsir, düzgün olmayan kəsir və qarışıq ədəd kimi növlərə bölünür. Məsələn, fərz edək ki, bizə 4/7 kəsiri verilmişdir. Bu nə deməkdir? Bu deməkdir ki, biz hər hansı bir əşyanı, məsələn, dairəni, almanı və s. 4 yerə bölməliyik və ondan 7 hissəni götürməliyik. Bu, aydındır ki, qeyri-mümkündür. Real olaraq bunu etmək qeyri-mümkündür. Onda biz nə edirik? 4/7 kəsirinin tam hissəsini ayırırıq. Yəni 7-nin içərisindən 4-ü ayırırıq. Həmin ayrılmış hissəyə bir tam kimi baxırıq. Kəmçik qalan hissəni isə kəsir şəklində yazırıq. Yəni burada şəkildə göründüyü kimi biz 4/7-ni əslində bir tam dairə kimi 4 yerə bölmüş, 4-ü də götürmüş dairə kimi, kəmçik hissəni isə 4/3 kimi yaza bilərik. Alınmış ədədə qarışıq ədəd deyilir. Ona görə qarışıq ədəd deyilir ki, burada həm natural ədəd olaraq 1, həm də kəsir ədəd olaraq 4/3 iştirak edir. Yəni, natural ədədlə kəsir ədədin qarışıq olduğu üçün bunlara qarışıq kəsir deyilir. Qarışıq kəsiri cəbri yolundan almağın isə digər üsulu var. Biz 7-də 4-ü qarışıq ədədə çevirmək üçün 7-də 4-ü adi qayda ilə bölürük. Tam hissəni qismətdə, qalıq hissəsini isə surətdə yazırıq. Buna düzgün olmayan kəsirin qarışıq ədədə çevrilməsi deyilir. Digər kəsirlər isə, yəni həmişə surəti məxrəcindən kiçik olan kəsirlər isə düzgün kəsirlər adlanır. Onlar isə qarışıq ədədə çevirmək aydındır ki, ehtiyac olunur.